Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Azərbaycan Hülakilər Dövlətinin tərkibində mövzusunun izahını verəcəm. İzaha keçməmişdən öncə bir məlumatı nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qeydiyyat davam edir. Dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla Google Meet proqramı üzərindən həyata keçirilir. Dərslərin sual-cavabı, köhnə dərslərin təkrar sual-cavabı, yeni dərslərin YouTube proqramı üzərindən izahı, dərs müddəti çoxlu testlərin işlədilməsi, evə verdiyimiz testlərin səhvlərinin yoxlanılması və müzakirəsi həyata keçirir. Kimlər ki, əlavə məlumatlar almaq istəyirsə 051 463 13 55 nömrəsi ilə əlaqə saxlayıb əlavə məlumatlarla tanış ola bilər. İndi isə keçək dərsimizin izahına. Dedi ki, Hülakü xanın başçılığı ilə Monqolların Azərbaycana 3-cü yürüşü baş verəcək 1256-cı ildə. Və Hülakü xan da 1258-ci ildə Abbasilər dövlətini süquta uğratmaqla və Elxanilər dövlətini yaratmış olacaq. Həmin vaxtda bizim bu Nəsrəddin Tusimiz var idi, Azərbaycanın görkəmli alimi idi. Hülakü xanın məsləhətçisi, oğlu Abaqa xan isə vəziri olmuşdur. Elxanilər dövlətinin əsas siyasi-iqtisadi mərkəzi Azərbaycanı tuturdu. Elxanilərin yaylağı Qarabağ, qışlağı Muğanla Aran idi. Həmin vaxtda 13-14-cü əsrdə həm şimalı, həm cənubi Azərbaycan birlikdə 250 min kvadrat kilometr ərazini əhatə edirdi. Görün, nə qədər böyük ərazimiz olub bizim əslində. Və Elxanilər dövlətinin paytaxtı ardıcıl olaraq əvvəlcə olacaq hara? Marağa, daha sonra Təbriz, Sultaniyə və sonradan yenə Təbriz şəhəri dövlətin paytaxtı olmuşdu. Hülakü xan hakimiyyəti dövründə ən çox köçər feodallara arxalanıbdı və Azərbaycan idarəsini, daha doğrusu Aranın idarəsini Yuşmuta tapşırmışdır. Azərbaycanda Monqol hərbi dəstələri məskunlaşdırmışdır və Azərbaycan həmin vaxtdan Qızıl Ordu xanların hücumlarından məruz qalmışdı. Bizi də testdə qarşımıza düşsə ki, ilk dəfə Qızıl Ordu xanların Azərbaycanın yürüşü nə vaxtdan başlayır? Elə Hülakü xanın 1258-ci ildə hakimiyyətə gəlməsi ilə götürəcəyik. Burada məqsəd nə idi? Oturaq əhalinin istismarı, söhbət Azərbaycanda Monqolların belə deyək də məskunlaşdırmaqda məqsəd oydu ki, əhalinin istismarı, yerli feodalların sıxışdırılması. Azərbaycan ilk dəfə yürüş Qızıl Ordu xanların bu dövrdən başlamasını götürəcəyik. Hülakü xanın ölümündən sonra Elxanilər dövlətinin vəziyyəti o qədər də yaxşı olmayacaqdı. Ara müharibələri filan başlayacaqdı. Elxanilər dövləti dedik yarandığı vaxtdan Qızıl Ordu ilə münasibətləri yaxşı olmayıb, 100 ilə qədər də mübarizə aparıb. Bunun səbəbi oydu ki, Azərbaycan Elxanilər dövlətinin hakimiyyət altına keçmişdi. Bizim millimiz, muğanımız, Şirvan düzlərimiz onların belə deyək də maraq nöqtəsində idi. Bir də buradan əsas ticarət karvan yolları keçirdi ki, bu karvan yollarından gələn gəlir onları bərk narahat edirdi, közləri mənimsəmək istəyirdi. Müharibə harda həyata keçiriləcək? Xəzər boyu vilayətlərdə. Yəni əsas da Azərbaycan ərazisində təbii ki. Və biz dedik ki, Hülakü xan öləndən sonra vəziyyətdə qarma-qarışıqlıq olur, vəziyyət yaxşı olmur. Ancaq 1295-ci ildə Qazan xanın Qarabağda özünü padşah elan etməsi ilə vəziyyət yaxşılaşacaqdır. Qazan xan da hakimiyyətə gələn kimi neyəcək? İlk növbədə Monqol əyanlarının qaldırdığı qiyamları yatıracaq. Köçəri əmirlərin çıxışlarını yatıracaqdır. Və Hülakü xan biz demişdik ki, köçər feodallara arxalanırdı, amma Qazan xan yerli feodallara arxalanırdı. Bunu yaxşı yadınızda saxlayın. Deməli, Hülakü köçəri feodallara arxalandı, Qazan xan yerli feodallara arxalandı. Və Qazan xan da çoxlu islahatlar keçirməklə yadda qalacaqdı. Bu islahatları həyata keçirməkdə ona Fəzullah Rəşidəddin köməklik göstərmişdir. Qazan xanın islahatlar keçirməkdə məqsədi təbii ki, dövləti böhrandan xilas etmək idi. Görək, torpaq islahatında Qazan xan nə deyibdi? Deyir ki, əsasını Monqol qoşunlarına ilk da torpaq sahələrinin verilməsi təşkil edirdi. Deməli, Monqol qoşunlarında xidmət edənlərə iqta torpağı vermək istəyirdi. Yalnız hərbi qulluq göstərənlər iqta alına bilirdi. Baxın, diqqətli olun, yalnız hərbi qulluq göstərənlərə iqta verirdi. Bu iqta da İncudu, Divandı bayraq torpaqlar hesabına verilirdi. İncu xan ailəsinə məxsus torpaqlar idi, Divan dövlətə məxsus torpaqlar idi, bayraq isə istifadəsiz qalmış torpaqlar idi. Və iqta torpaqları satılıb, alına, bağışlana, kiməsə verilə bilməzdi. İqtada sahibi iqtidar öləndən sonra onun işini kim davam etdirirsə xəlifəsinə verilirdi. Ondan sonra yəni hakimiyyətə, belə deyək də, onun vəzifəsini həyata keçirən şəxsə verilirdi.
Yadımıza salaq, İqta torpağı ilk dəfə ərəblərin dövründə mövcud olub. Daha sonra ondan Səlcuqlar, Atabəylər, Elxanlar dövləti də istifadə edibdir. Sahibsiz torpaqlar hərbiçilərə paylanması 1-ci Xosrovla Qazan xanın torpaq islahatı üçün oxşarlıq təşkil edə bilər. 1-ci Xosrov da Sasani hökmdarı idi. Onun sahibsiz torpaqları verməsi dedi ki, Xosrov torpaq mülkiyyətinin inkişafına səbəb olmuşdur. Və 1303-cü ildə Qazan xan belə bir fərman verəcək ki, kəndlər öz yaşayış yerini təhkim olunsun, yaşayış yerini tərk edə bilməzdi. Bu əslində təhkim etmək idi. Ancaq Azərbaycana xas olmayan bir siyasət olduğuna görə o qədər də qüvvədə qalmayacaq, tezliklə ləğv olunacaqdır. Daha sonra gəldi Qazan xanın vergi islahatına. Vergi islahatı əslində kəskin mübarizə şəraitində həyata keçirilib. Testlərdə qarşınıza çıxacaq ki, hansı islahatı kəskin mübarizə şəraitində həyata keçirilən deyəcəyik vergi islahatı. Vergilərin növü, miqdarı, toplanması, üsulu, qaydası, bunlar qayda qanunu yaradılacaqdır. Vergi verənlərin siyahısı tutulacaq. Hər bir kəndin, şəhərin ödəyəcəyi vergilər lövhələrə yazılıb nümayiş olunacaqdır. Qeyri-qanuni vergilərin toplanması qadağan olunacaq. Özə deyiləcək ki, vergilərin yığılması mərkəzi divana həvalə edilsin. Vilayət hakimləri bu işə qarışmasın. Deməli, verginin mərkəzi divana həvalə olunacaqdır. Vilayət hakimlərində vergini yığması qadağan olunacaqdır. Vergi toplanması da 3 il müddətinə mücadiləyə, icarəyə veriləcəkdir. Monqol xalqı dövründə tətbiq olunan yeni vergi növlərindən də tanış olaq. Tamğa idi ki, sənətkarlara verilirdi, bac idi, tacirlərə verilirdi. Tamğa kimə verildi? Sənətkarlara. Bəs bac kimə verildi? Tacirlərə. Tacirlərə. Bax, t sənətkarlara verildi, b tacirlərə verildi. Belə yadınıza saxlayın. Qopçu nədir? Bəs yeni vergi növü idi. Bunlar köçəri maldarları ödürürdü. Amma müəyyən bir müddətdən sonra əslində bu can vergisinə çevriləcək. Bunu şəhərlər və kəndlər də verəcəkdir. İndi baxın, burada can vergisi gözümüzə dəydimi uşaqlar. Tez yadımıza salaq görək. Sasanilərin dövründə can vergisi necə adlanırdı? Bəli, gezid adlanırdı. Bəs Boldu Sasanilərdə gezid. Bəs ərəblərdə necə adlanırdı? Cizyə adlanırdı. Bəs onda Monqolların dövründə, yəni 13-cü əsrdə də necə adlandı? Qopuçur. Bu testlərdə qarşınıza çıxacaq uşaqlar. Bəs gəlin görək, bu əxlik, əsnaf nədir? 13-14-cü əsrdə əxlik sənətkar birliyi idi. Əsnaf isə 17-ci əsrdə olan sənətkar birlikləri adlanacaqdır. Gəldik Qazan xanın bu məhkəmə islahatına. Məhkəmə islahatında məqsədi qanunsuzluqların qarşısını almaq idi. Əsas diqqət nəyə yetiriləcək? Qazı vəzifəsinə layiqli din xadimlərinin seçilməsinə. Və belə bir qərar veriləcək ki, 30 il müddətini keçmiş iddia sənəti qeyri-qanuni qüvvəsini itirmiş elan olunsun, qeyri-qanuni salınsın. Şəhər, mal, kənd qazılarının səlahiyyətləri dəqiqləşdiriləcək. Məhkəmə sədri qazı vəzifəsinə layiqli din xadimləri təyin olunacaq və qanuna da ciddi əməl olunması barəsində onlardan yazılı qəbz alınacaqdır. Və məhkəmə islahatı uşaqlar tam həyata keçirilməyibdir. Qazan xanın dini islahatında da oydu ki, Qazan xan yerli oturaq feodallara, müsəlman din xadimlərini öz tərəfinə çəkmək üçün İslam dinini qəbul edəcək. Öz adını da dəyişir, Mahmud qoyacaq. Deyir, bu işi mən düz bilməsəm adımı dəyişərəm. Qazan xan da öz adını dəyişib, Mahmud adını götürüb. Bütün əhali də müsəlmanlığa ibadətini önə çəkirdi. Qazan xanın dini islahatından sonra qopçur vergisi, hansı ki can vergisi idi da bu, ləğv olacaqdı. Qazan xanın rabitə islahatı. 2 il ərzində həyata keçirilən rabitə islahatına əsasən ölkədə vahid rabitə sistemi yaradılacaq. Əsas yollara 3 fərsəxdən bir yamlar qoyulacaq. Yamlara əmirlər təyin olunacaqdı. Yollarda karvansaralar tikiləcəkdi. Və mühüm sənədlər, məktubları bir yandan digərinə çatdırmaq vəzifəsi onlarda olacaqdır. Qazan xanın ticarət islahatı, vahid pul sistemi, çəki ölçü vahidləri yaradıldı. Ticarət yollarında, bazarlarda gömrük haqqının toplanması, karvansaraların, yolların, ticarət mərkəzlərinin qorunması üçün tədbirlər, qayda qanun yaradıldı. Qazan xan islahatlarının nəticəsi olacaq, iqtisadiyyatda canlanma olacaqdır, əhalinin vəziyyəti qismən yüngülləşəcək, mərkəzi hakimiyyət güclənəcəkdir. Qazan xandan sonra da hakimiyyətə gələcək Məhəmməd Olcaytun. Və o da Qazan xanın siyasətini davam etdirəcəkdir, mərkəzi hakimiyyəti gücləndirəcək. Daha sonra da hakimiyyətə Məhəmməd Olcaytunun oğlu Əbu Səid gələcək. 1316-dan 1335-ci ilə qədər hakimiyyətdə olubdur.
və ancaq 12 yaşı olduğuna görə o qədər də yaxşı idarə etmə qabiliyyətinə malik deyildi. Ona bu işdə Sulduz qəbiləsindən olan Əmir Çoban köməklik göstərmişdi. Və 1318-ci ildə Xorasanda qiyam baş verəcək ki, Əmir Çoban onu yatıracaq. Elə həmin vaxtı da deməli həmin vaxtı da kim hücum eləyirdi Azərbaycana? Özür istəyirəm. Elə həmin vaxtı da 1318-ci ildə Qızıl Ordanın yürüşü olmuşdu. Onları da məğlub edib ölkədən qovmuşdu Əmir Çoban. Və Bahadır ləqəbi veriləcəkdi bizim bu Əbu Səidimizə. Niyə? 1319-cu ildə Gürcüstanda, Naxçıvanda, Sultaniyədə qiyamlar baş vermişdi onları yatırdığına görə. Əmir Çoban öz yerini möhkəmləndirməkdən ötürü hələ qızını Əbu Saidə ərə vermişdi. Amma ki 1328-də Əbu Səid Əmir Çobanı onun oğlanlarını edam etdirəcək. Və 1335-ci ildə Qızıl Ordu hökmdarı Özbək xan Azərbaycana hücum edəcək. Kürd çayına qədər ərazilərə gəlib qarətlər edir. Əbu Səid onu məğlub edib ölkədən qovur. Lakin həmin vaxt Əbu Səid də öldürüləcəkdi. Çobanilərin Hülaki səltənəti ələ keçirməsi 1338-1357-ci illər. Yəni Çoban ağalığı dövrüdür. 1335-də Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin süqutu daha da sürətlənir. Hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparacaq kimlər? Cəlalilər, Çobanilər və Şirvanşahlar. Cəlari, Çobani və Şirvanşahlar. Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobanın başçılığı ilə Çobanlar qalib gələcək. 1338-ci ildə Şeyx Həsənin feodal qruplarını, Cəlariləri məğlub edərək Məhəmmədoğlu Caytunun qızı və Əbu Səidin bacısı Satıbəy xatunu Pədşah elan edib Elxani taxtına çıxardı. Özü isə baş əmir oldu. Dövləti Satıbəyin adından idarə etdi. Deməli, Əbu Səiddən sonra hakimiyyətə Satıbəy xatun gələcəkdir. Daha sonra 1338-1357-ci ildə əslində faktiki ağalıq Çobanilərin əlində idi. Ancaq öz dövlətlərini yaratmamışdılar da. Dövləti Hülakilərin adından idarə edirdilər və Şeyx Həsən Çobani öləcək 1344-də, qardaşı Məlik Əşrəf hakimiyyətə gələcək. O da qəddarlığı ilə yadda qalacaq, daha çox vergilərin alması ilə yadda qalacaq və ona qarşı üsyanlara səbəb olacaq. Bu Çobani zülmündən xilas olmaq üçün əhali də Qızıl Orda xanı Canı bəyi köməyə çağıracaq. Qızıl Orda hakimiyyəti 1357-ci ildə Canı bəy Azərbaycan yürüş edəcəkdir və Təbriz şəhəri tutulur, Elxanilər dövləti də süqut edəcək. Elxanilər dövləti yaranmışdı 1258-də, indi də süqut edəcək 1357-ci ildə. Və Məlik Əşrəf edam olunacaqdır. Bununla da Hülakilər dövlətinin mühafizəsi uğrunda mübarizə başa çatmış olacaqdır. Canı bəy oğlu Bərdi bəy Təbrizdə qoyub özü Qızıl Orduya qayıdır. Amma 2 aydan sonra xəbər gələcək ki, Canı bəy ölüb, Bərdi bəy də Azərbaycanı tərk etmək məcburiyyətində qalacaqdır. Yəni uşaqlar, bir şey yadınızda saxlayırsınız ki, Azərbaycanda Qızıl Ordanın qısa müddətdə də olsa hakimiyyəti olubdur. Yəni 1357-ci ildə qısa bir müddətdə 2 aylıq da olsa Qızıl Ordanın Azərbaycanda hakimiyyəti olub. Ancaq Qızıl Ordanın Azərbaycanın ilk yürüşünü biz Hülaki dövlətinin yaranması ilə 1258 ilə götürürük. Belə uşaqlar, dərs izahımız bu qədər. Hələlik.